14-cü dərsdən davam edirik. Hərrac teoreminin artıq ikinci əsas dərslərinə keçmişik. Keçən dəfə dediyim kimi auction market teorinin birincisindəyik artıq. İkinci hissəsindən daha doğrusu birincisindəyik. Biz burada nələrin üstündən keçmişik burada göstərim bir daha. Hərrac teoreminin girişini danışmışdıq. Bir də order flow-un giriş mövzularını ümumi keçən dərs, axırıncı VWAP dərsi ilə də yekunlaşdırdıq. Hal-hazırda keçirik, yəni Hərrac teoreminin ikinci hissəsi. Deməli, Hərracın bir növ acceptance və rejectance, qəbullanılması və reject olunması. Bu haqqda danışacağıq və bunda formalaşan value profile haqqında danışacağıq. Ola bilsin ki, yeni şeylər olacaq, burada bilmədiyiniz və yaxud ilk dəfə eşitdiyiniz. Narahat olmayın, yəni yenə çox sadədir. Başa düşəcəksiniz. Yəni get-gedə dərslərə baxdıqca da, hətta əksəriyyətiniz 30 dərsdən sonra belə tam özünüzü belə elə jivoy hiss eləməyə başlayacaqsınız ki, 30 dərs təsəvvür edə bilirsinizmi? Yəni ki, heç içinizdə bir qram belə şübhə, narahatçılıq saxlamayın. Düzdür, insan birazca belədir ki, orqanizm hər zaman şübhəlidir. Orqanizm hər zaman negativi axtarır. Yəni 100 dənə pozitiv olsun, 100 dənə yaxşı olsun, siz yenə bir dənə belə negativ varsa, 100 dənə pozitivə sevinməzsiniz və yaxud da 100 dənə pozitivə görə pozitiv hiss eləməzsiniz. Sadəcə bir dənə negativi kəsdirərsiniz və ola bilər ki, gününüzü və yaxud da həyatınızı o bir dənə negativə görə bərbad edəsiniz. Bütün mümkünlüyü, bütün ola biləcək bütün mümkünlüklərin hamısını o bir dənə negativə görə bağlaya beyniniz. Ancaq pis düşüncələr gələ ağlınıza ki, özünüzü limitləyici inancların bunlar səsləridir. Düşünəsiniz ki, yox, mənim üçün heç vaxt olmayacaq. Bu mənim üçün heç vaxt olmayacaq və yaxud da bacarmayacağam heç vaxt. Bu cür mövzular qarşıda daha ətraflı müzakirə eləyəcəyik, sizi nə qədər limitlədiyini. Amma bir məsələ də var ki, bunlar sizə yad olduğu üçün yenidən xəbərdarlıq edirəm. Baxın, bu sizin beyninizdir. Sizin beyninizdə artıq məni tanıyana qədər saxta neyron şəbəkələri, yəni sizi bu işdə limitləyici olan, bu işə görə saxta neyron şəbəkələri artıq formalaşıb. Ona görə də ki, mənim ən rahat seçəcəyim üsul, yəni sizi bu videoda saxlamaq üçün sizə oxşar olan şeylər danışmaqdır. Nəinki Hərrac, bu balanslaşması və s. bunlardan danışmaq. Sizə oxşar olan, sizin ən çox bu sahədə girib də YouTube skamerlarından eşitdiyiniz şeylər danışmaqdır. Yəni onu, yəni beyninizi nəzərə alın ki, əgər beyniniz nələrsə ignore edirsə, bu tələdir. Bu tələdir. Sizi baxın bu seriyadan uzaqlaşdırmağa çalışır. Get-gedə seriyanın, yəni ki, bu statistik olaraq göz önündədir ki, seriyada get-gedə hər növbəti videoda əvvəlkindən daha az baxılır və 30-cu dərsə filan çatanda artıq görəcəksiniz ki, minimala doğru gedir, daha da minimala doğru gedir, izləyici itir. Çünki niyə insanlar artıq seçilir? Bunun ən gözəl nümunəsi nədir? Yəni yenə deyirəm, bu deyəcəksiniz dərs auction acceptance rejectance nihayət yenə başladı başqa şeylər danışmağa. Mən lazımsız şey danışmıram burada. Lazımsız şey danışmıram, qulaq asın. Gözəl nümunələrdən biri nədir? Deməli, mən giveaway-lər keçirirdim. Bir dəfəlik üzbəüz görüş giveaway və yaxud da zəng görüşü. Həmin görüşdə çox şey müzakirə eləyəcəyik, bütün suallarınızı verə biləcəksiniz, mənimlə görüş haqqı qazanacaqsınız. Yəni çox yararlı olacağına inanırdım. Deməli, bu giveaway-yə birinci qatılmaq üçün şərt nə idi? Plus yazsın. Yəni kim ki qatılmaq istəyirsə bu giveaway-yə mənimlə bir dəfəlik görüşə, plus atsın. Bax, bu postun altına plus atın. Nə baş verdi? Bəlkə də 100 nəfər filan olardı ki, təxminən deyirəm də, ola bilsin ondan az olar və yaxud da daha az. Təxminən deyim, daha çox idi. Plus atmışdılar. Postun altına plus atmışdılar. Daha çox adam qatılmaq istəyirdi. Hətta daha da əvvəl giveaway-lər keçirirdim, ondan da danışıram. Mən bunun nəticəsi etibarilə gördüm ki, burada məni ilk dəfə tanıyan, heç məni tanımayan, heç bu qrupa belə random girən, buna da qoşulum deyilən girən insanlar plus atıb. Fakt bu məndən öyrənmək istəmir, fakt bu heç bir həvəsi yoxdur. Mən bunun fərqinə vardım və növbəti dəfə giveaway-in artıq şərti dəyişdi.
ödənişli filan deyil ha giveaway və yaxud da başqa bir ağır şərti yoxdur. Sadəcə mən bir dənə form yerləşdirdim, form linki. Yazdım ki, kim giveaway-də iştirak etmək istəyirsə, girsin bu formu doldursun. Forumda 2 dənə sual var idi. Ad və soyad və bir də sizin motivasiyanız. Sizin motivasiyanız, dünyaya baxış qucağınız, yəni bir növ qavrayış xəritəniz, yəni bunlar haqqında bir növ bir motivasiya məktubu yazın. Özünüz haqqında yazın. Neçə nəfər sizcə bu formu doldurdu? İştirak edə biləcək cəmi bir neçə gündə 12 nəfər bu giveaway üçün bu formu doldurdu. Baxın, görürsünüz, mən də onu deyirəm. Artıq mən seçə bildim ki, həqiqətən kimlər öyrənmək istəyir və bu videoya da həqiqətən neçə nəfər baxır? 20-30 nəfər. Yəni baxmayın ki, orada 100 nəfər baxıldığı görünür, 200 nəfər baxıldığı görünür, 20-30 nəfər baxır. O qalanlar sadəcə olaraq ki, düyməni basır, girir və sonra çıxır. Yəni videoda heç nədən söhbət getdiyi barəsində heç maraqlanmır bile. Bunu nəzərə alın. Beyninizi fokuslanın. Beyninizi fokuslayın. Mən burada boş şey danışmıram. Yəni görəcəksiniz. Görəcəksiniz. Deməli dərsə keçək. Hərras balanslaşması və yaxud da acceptance nədir? Qiymətin iki qarşı tərəf arasında qəbullanmış zona tapmasıdır. Onsuz da ki, hərrat dərslərində mən bunun haqqında danışmışdım ki, qiymət ya belə qəbullanma tapır bir zonada, burada dayanır. Alma ilə başlayıb nümunə çəkmişdim və yaxud da qiymət hansısa bir zonada qəbullanma tapmır və düzünə trend hərəkət edir. Yəni bir növ dümdüz hərəkət edir. Və bu qəbullanma tapdığı zona var. Qəbullanma tapdığı zonada volume profildə biz belə bir şey görürük. Belə bir təpə görürük. Baxın, buna distribution deyə bilərik. Normal distribution deyə bilərik. Normal distribution olmasa fərqli bir distribution da ola bilər. Non-normal distributionlar da var. Amma nəysə, biz onlara normal distribution deyə bilərik. Özümüzün işini rahatlaşdırmaqdan ötürü ki, əgər qiymət bir yerdə hərrac balanslaşması tapırsa, mütləq ki, həmin yerin datasına baxsaq, həmin yerdə icra olunmuş həcmə baxsaq, hər qiymət başına icra olunmuş həcmin vizual profil formasında çıxarışına baxsaq, yəni volume profil ilə, biz görərik ki, həmin yerdə bir təpə formalaşıb. Niyə kvadrat formalaşmayıb? Niyə, nə bilim, dairə formalaşmayıb? Niyə ulduz formalaşmayıb? Niyə bu formalaşıb? Baxın. Sample deyilən bir şey var. Məsəl üçün deyək ki, insanların ortalama boy ölçüsü. Deyək ki, 1.50 boyunda olanlar, 1.70 boyunda olanlar, 1.80 və bir də 2 metr boyunda olanlar. Məsələn, 100 nəfərin çox az hissəsi 1.50 olacaq. Bir çox hissəsi 1.70, 1.75 boyunda olacaq. Biraz daha az hissəsi 1.80, 2 metrində olanlarsa daha az olacaq. Baxın, görürsünüzmü? Bir dənə populyasiyanın hansısa bir dəyərini ölçəndə biz bu cür normal paylanma əldə edirik. Kiçik dəyərlərdə daha az olur, ortalama dəyərlərə çatdıqca üzvlərin sayı artır. Məsəl üçün 1.76 olan insanların sayı daha çoxdur. Yəni bu videoya baxanların əksəriyyəti mən əminəm ki, %100 deyə bilərəm ki, böyük bir əksəriyyətinin boyu 1.70-1.80 arasıdır. Çünki hardan bilirəm? Çünki mənim izləyən statistikanın 99% oğlanlardır və buna əminliklə deyirəm ki, həmin onlar da ki, ortalama boy uzunluğu 1.70-1.80 arası olur. Bəzilərinin ola bilər daha uzundur, 2 metrdir, bəziləri ola bilər ki, daha qısadır, 1.60-1.70 arasıdır və tamamilə normaldır. Yəni normal distribution budur. Yəni bir neçə, məsəl üçün bir populyasiya var, kişilər populyasiyası, həmin populyasiyanın içindən biz dataya baxsaq görərik ki, 1.50 olanlar daha azdır, çox azdır, 1.70 olanlar çoxdur, 1.76, 1.75 olanların sayı daha da çoxdur, 1.80 olanlar da, 2 metr olanların sayı da get-gedə azalmağa başlayır. Deyək ki, bu da ki, kənarda qrafikdə saylarına baxırıq. Baxın, normal paylanma qısası budur, təbiətidir. Hansısa bir populyasiyada nəyinsə dəyərini ölçəndə biz onun təbiətini görürük. Eyni zamanda qiymət də ki, qiymətin həcm paylanmasında biz vizual olaraq baxanda görürük ki, bəzi nöqtələrdə daha az həcm icra olunur, get-gedə bir nöqtəyə doğru artır. Bunu value areada öyrənəcəksiniz. Buna POC, Point of Control deyiləcək.
value array dərsinə gələndə başa düşəcəksiniz. Normal distribution, yəni bir növ standart deviation və sair haqqında danışmıram. Çünki bu value array-yanın mövzusudur. Bu 34,1, 34,1 və mean. Bunlar nədir? Bunlar haqqında əsas olacaq şeydə value array dərsində. Yəni bu dərsdə bir neçə dərs sonra olacaq. Ona görə bunu elə belə yerləşdirmişəm bura. Bunun yerləşdirməyin məsələsi orasındadır ki, sadəcə bu təpəni görəsiniz. Bu təpəni görməkdən ötürü. Yəni hələlik bu rəqəmlərə, bu standart deviationlara fikir verməyin. Sadəcə bu təpəni görün, kifayətdir. Yəni bir növ təpə formalaşır. Qiymətin qəbullama tapdığı bölgələrdə təpə formalaşır. Çalışdığım qədər nəzərə alıram ki, 14-cü dərsdir. Hələ də sıfırdan başlayanlar var. Çox mümkün halda sadə dildə izah eləməyə çalışıram, amma yenə deyirəm, sıfırdan başlayanlar da əgər ki, başa düşmürsə hələ, narahat olmasın. Çünki get-gedə dərsləri izlədikcə hal-hazırda qalan boşluqları da növbəti dərslərdə dolduracaqlar. Yəni növbəti dərslər hazırda qalan boşluqları dolduracaq. Baxaq görək. Balanssızlıq və yaxud da qəbullanmama. Bu nədir bəs? Balansı başa düşdük. Yəni acceptance, qiymətin qəbullama tapmasını başa düşdük ki, bir yerdə təpə formalaşır. Bunu TradingView'da da göstərəcəm sizə vizual olaraq. Balanssızlıq və yaxud da qəbullanmama nədir? Yəni ki, rejectance də deyə bilərik. Başqa bir deyişlə. Əslində rejectance deyə bir söz ingilis dilində tam belə şeydə yox olmasa da, əla bir sözdür. İstifadə edə bilərik. Deməli, necədir? Hansısa qiymət zonasında razılaşa bilmədən, yəni hansısa bir qiymət zonasında razılaşa bilmədən qiymətin məcbur yeni zonaları kəşf etməsi və buna bənzən biz trend deyə bilərik və ya düz hərəkət də deyə bilərik. Yəni qiymət sanki necə deyim, belə ildırım kimi necəsə dayanmadan uçur. Buna balanssız hərəkət deyilir. Yəni iştirakçılar bir nöqtədə razılaşa bilmirlər və davamlı olaraq qiymət yeni bir razılıq nöqtəsinə doğru gedir. Hərracın təməl prinsipi. Bu zaman nə baş verir? Deyək ki, burada qiyməti görürsünüz, bəzi yerlərdə dayanıb, bəzi yerləri sürətlə yarıb keçib, bəzi yerlərdə yenə dayanıb. Görürsünüz, burada iki yerdə normal paylanma formalaşıb və yaxud da double distribution və yaxud da burada biomodal distribution. Bunlara çox da elə beyin yormayın, biomodal və s. Sadəcə başa düşün əsas nəbzi fisi qutardır. Görürsünüz, burada bir növ iki yerdə yüksək həcm formalaşıb, amma ki, qiymətin sürətlə yarıb keçdiyi ərazidə biz görürük ki, volume profildə az həcm formalaşıb. Bu deməkdir ki, qiymət bu zonada likvidliyə tələbat göstərmir. Bu zonaya maraqlı deyil. İştirakçılar o zonada çox qalmır. Sürətlə yarıb keçir. Əgər ki, qiymət belə normal paylanmalar tapmasaydı, belə qəbullanmalar tapmasaydı, deyək ki, həmin yerdəki vəziyyət ancaq düz hərəkət olub da, bu zaman nəyə bənzəyərdi profil? Baxın buna, çox səliqəsiz, çox belə yəni ki, bir yerdə belə səliqəli görünməzdi, təpə görünməzdi. Sanki belə necə deyim, belə çox səliqəsiz, çoxlu balaca təbələr, çox səliqəsizlik. Bu da eyni zamanda balanssız hərəkətin əlamətidir. Yəni əgər ki, profildə çoxlu belə xırda, yəni bu deməkdir ki, qiymət normal paylanma tapmayıb dəqiq bir nöqtədə, sadəcə bəzi yerlərdə balaca kəsintili dayanmalar var, onlara görə də balaca nodlar formalaşıb. Amma ki, bu yenə də balanssız hərəkətdir, yəni belə bir vəziyyət. Birazdan qrafikdə də göstərəcəm, bu haqda narahat olmayın. Sonra bu haqda danışım, sonra burada qrafik şəkilləri var, bunları da göstərəcəm, ondan sonra keçib də qrafikin üstündə də çəkib göstərəcəm. Deməli, Hərrac teoreminin əslində necə 3 qolda izah eləmək olar. 3 qolda ən təməlini izah eləmək olar. İstifadəsini yuxarı, sadəcə ən təməlini. Bura baxaq nədir? Balanslı hərrac qəbullanma. Yəni burada nə olur? Range yaratma. Range nədir? Yəni bir diapazon deyim. Yəni bir bölgədə dayanmaq, yığılma eləmək. Yəni bir növ aşağı yuxarı dayanması qiymətin. Yəni belə sürətli hərəkət etməməz, sadəcə bir yerdə, yəni sayması yavaş-yavaş. Həmin yerdə də volume profildə belə dağ formalaşır, təpə formalaşır. Normal paylanmanın formalaşması yüksək həcm. Yəni həmin yerdə yüksək həcm formalaşır, qiymət dayanır. Sonra
Hərras teoreminin ikinci hissəsinə keçsək, nədir? Baxın, burada şəkillə çəkmişəm. Eyni zamanda qiymət dayanır. İkinci tərəfə keçəndə yeni bir hadisə və yaxud da səbəb yaranır. Ola bilər ki, oradakı likvidlik tükənir, ola bilər ki, yeni bir xəbər çıxır. Yəni iştirakçılarda yeni bir niyyət yaradır. Artıq həmin qiymətdə razılaşmırlar. Alıcılar daha üstünlük təşkil edir və yaxud da satıcılar həmin qiymətdən satmaq istəmir. Hər nə isə bir səbəb yaranır. Qiymət buradakı yaratdığı qəbullanılmış hərrac zonasını tərk etməli olur. Razılaşmamasına səbəb olur iştirakçıların. Məsələn, burada bir nümunə yazmışam. Məsələn, deyək ki, Nvidia dəyər artımı zamanı ENQ eyni zamanda artır. Deyək ki, hansısa bir xəbər çıxdı. Deyək ki, Nvidia'nın yeni bir məhsulu tanıtıldı. Çox güclü bir məhsuldur. Bu nə baş verir? O baş verir ki, Nvidia dəyər qazanmağa başlayır birdən-birə. Bu zaman nə olur? ENQ də Nvidia'nın yəni çəkisini alır deyə, yəni necə deyim, dərslərdən, ilkin dərslərdən bilirsiniz. Yəni Nasdaq, yəni ENQ indeks 100 dənə texnologiya şirkətinin ortalamasıdır və Nvidia da ENQ-yə ciddi mənada təsir edir. Bu zaman nə baş verəcək? ENQ də eyni zamanda Nvidia dəyər qazanır deyə artmağa başlayacaq. Yəni bir növ sürətli balanssız hərəkətə keçəcək. Və nə olur? Və ya artıq həmin qiymətdən satmaq istəyən qalmır, daha baha qiymətdən satırlar, alıcıların likvidlik tələbi qiymətin ani artmasına səbəb olur. Alıcıların daha çox satış likvidliyinə olan tələbi qiymətin ani artmasına səbəb olur. Yəni qiymət balanssız hərəkətə keçir. Alıcı daha yüksək olur. Sonra nə baş verir? Qiymət yeni balans, qəbullanma axtarışına çıxır. Harda qəbullanacaq? Yəni Nvidia-nın dəyəri artdı, ENQ-ün də dəyəri artmağa başlayır. Harda dayanacaq qiymət? Qiymət bir yerdə mütləq ki dayanacaq. Qiymətin məqsədi odur. Balans tapmaq, qəbullanma tapmaq, hərras tapmaq. Qiymət mütləq ki normal paylanma tapacaq. Qiymət mütləq ki bir qəbullanma və yaxud da bir acceptance tapacaq. Ona qədər, amma ki bu dəyər zonasından kənara çıxdısa, qiymət yeni bir zona axtarışına çıxır. Məsələn, burada fərqli variantlar ola bilər. Məsələn, failed auction haqqında danışmışdım. Qarşı dərslərdə də buna aid dərs var. Deyək ki, qiymət balans zonasını tərk elədi, amma başqa bir yerdə həvəs tapmadılar. Başqa bir yerdə qiymət bu cür dayanmadı. Nə baş verir? Ola bilər ki, məsələn, burada bu cür belə dayana bilmədi. Artıq bir qəbullanılan yer tapmasa, qiymət məcbur olur əvvəlki hərrac zonasına qayıtsın, yenidən düşsün. Əvvəlki qəbullanma zonasına qayıtsın, yenidən bir düşüş eləməli olsun. Bu uğursuz keçmiş hərrac adlanır. Yəni belə, hərrac teoreminin əsas fazasını belələ izah eləmək olar. Qiymət balanslıdır, qəbullanma tapıb iştirakçılar, hər şey qaydasındadır. Alım-satım təzyiqi, belə necə deyim, balanslıdır. Yeni bir hadisə baş verdi, yeni bir səbəb yarandı. Məsələn, keçən dəfə hərracla bağlı bir dərslərdə burada danışmışdım. Məsələn, deyək ki, burada almanın qiyməti 5 dollardır. Birdən xəbər çıxır ki, almalarda xəstəlik var. Birdən-birə trend hərəkətinə keçir alma, gəlir buralarda. Məsələn, 2 manata, 2 dollara çatanda alma dayanmağa başlayır qiyməti. Çünki niyə? 2 dollardan alan hansısa bir şirkət var, aparıb da almadan başqa bir, xarab olmuş almadan başqa bir məhsul hazırlayacaqlar. Birdən xəbər çıxır ki, yox, xəstəlik yox imiş. Bu zaman alım həvəsi qadir trend hərəkətinə keçməyə. O yerə qədər ki, artıq iştirakçılar arasında razılaşma tapılsın. Yəni qiymət bir yerdə dayanmağa başlasın, təzyiq paralelləşsin. Qiymətin məqsədi budur. Balanssızlıq, balans, balanssızlıq, balans. Biz bunların profilini çıxarsaq necə olacaq? Gəlin belə bir volume profilini çıxardaq. İlk olaraq buranı belə yüksək həcmli qeyd edirəm. Çünki burada qiymət balans tapır. Birinci. Sonra gəlir burada balanssızdır. Buranı az həcmlə qeyd edirik, amma bura çatanda aşağı yenə balanslı şəkildə qeyd edirəm. Çünki burada da dayanma tapıb. Sonra başqa harda? Bax, fikir versəniz, burada da eyni zamanda biraz balans var. Burada balaca bir təpə əlavə edirəm. Hətta daha da böyük əlavə edirəm. Çünki burada 2 yerdə balans tapıb. Gəlin belirləyək də, belə balaca bir yer əlavə edirəm. Sonra biraz daha buralar balanssızdır. Bura belə boş qalacaq. Amma yuxarıda yenə biraz dayanma tapıb deyə qiymət. Ona görə burada yeni bir balaca profil əlavə edirəm. Yəni belə bir şişkinlik əlavə edirəm. Sonra deməli bir də burada gəlib qiymət dayanıb. Burada eyni zamanda birini əlavə edirəm. Görürsüz, boşluqlar nələrdir? Qiymətin dayanmadığı yerlər. Yəni bir növ sürətli yarıb keçdiyi yerlərdə balanssız olub.
Bir yerlərdə qəbullanma tapıb, həmin yerlərdə həcm şişməyə başlayır. Bir təpə kimi, yəni belə kvadrat kimi yox, ulduz kimi yox, yəni bir növ bir təpə kimi. Normal paylanma, yəni datanın, bir sample'ın normal paylanması ona deyilir. Gəlin indi bir dənə ümumi buradakı şəkillərə baxaq, sonra da qrafikdə bir neçə nümunə üstünə göstərim. Bu dərs yəni sadədir, bunlardan bu qədər olacaq. Deməli, fikir verin bu hissədə qiymət görürsünüz bu yerdə dayanıb xeyli, fikir versəniz həmin yerdə bir həcm formalaşır. Bir şişmiş həcm formalaşır. Həcm profil dərsindən bildiyiniz kimi. Yəni bunlar nəyə göstərir? Hər qiymət başına icra olunmuş toplam alıcı, alış və satış əmrlərinin cəmini göstərir value profile. Daha çox olduğu yerdə daha çox əmr icra olunub, daha kiçik olduğu yerdə daha az həcm olunub. Market profile nədir? Qiymətin zaman keçirdiyinə görə şişirdi. Yadınıza gəlirsə A, B, C bloklar əlavə edirdi. Deyək ki, 5 dəqiqəyi seçmişiksə, məsəl üçün 5 dəqiqə ərzində qiymət deyək ki, belə bir hərəkət edibsə, A, B hərfini əvvəldən əlavə edibsə, deyək ki, C hərfi əlavə eləyir bloka. Bu da nəyə səbəb olur? Qiymətin bəzi yerlərdə daha çox hərflər yığılır, bəzi yerlərdə daha az hərflər yığılır. Value profile-da isə həcmi toplayır sadəcə. Buranı oxusaz görürsünüz nə yazmışam. Qiymət 3 dəfə bu zonanı sürətlə keçib dayanmadan, hansı ki həmin yerdə böyük həcm icra olunmayıb. Çünki market qəbullanma tapmayıb və balanssız sərrastdır. Görürsünüz burada boşluq var. Burada boşluq var. Bunlar təpədir, bu boşluqdur. Bu təpədir, bu boşluqdur. Və həmin boşluğa gələn dərs bu haqda danışacağıq. Yenə qeyd edirəm, baxın buradakı dərsdə. Bu boşluqlardan fikir verirsiniz, sürətlə keçib. Bu deməkdir ki, qiymət bu zonada qəbullanılmaq istəmir. Amma görürsünüz, qəbullanılmaq istədiyi zonalara gedib, burada dayanıb, burada xeyli zaman keçirib. Sonra buradan uçub belə gəlib, burada yenə zaman keçirib. Burada yenə bir hadisə baş verir, artıq qiymət yeni, daha əvvəlki hərrat zonasına qayıdır. Amma bir yer var ki, burada heç birində qəbullanma tapmayıb və həcm profilində görürsünüz ki, ora belə boş qalıb. Qəbullanıldığı yerlərdə isə dağlar əmələ gəlib. Və yaxud da bura baxsanız görərsiniz ki, bayaq dediyim kimi qəbullanıldığı yerlər. Bura fikir verin, bura fikir verin. Görərsiniz ki, həcm şişməyə başlayıb həmin yerlərdə. Qiymət layiq olduğu yeri axtarar və orada qəbullanma tapar. Və bir də belə bir balanssız profil var. Burada fikir verin, o qədər balaca boşluq, təpə, boşluq, xəpə var ki, bu nəyə göstərir? Qiymət sadəcə düz trend hərəkəti edib, hansısa sağlam qəbullanma zonası yoxdur. Kiçik şişkinliklərə rəğmən burada balanssız hərrat sayılır eyni zamanda. Bunu da bir yerə qeyd edin. Yəni belə bir sağlam bir yer tapmayıb, sadəcə olaraq ki, belə necə deyim? Bir dənə buradaca biraz daha çox dayanıb, daha təmiz bir təpə formalaşıb, bir də birazca burada. Amma məsələn buralara baxsaz görərsiniz ki, çox keyfiyyətsiz. Dümdüz hərəkəti sadəcə bəzi yerlərində balaca notlar formalaşıb. Bu da eyni zamanda balanssız hərəkət sayılır. Yazını saxlayın ki, bu balans deyil, balanssız hərəkətdir. Əgər qiymət doğru dürüst bir yerdə belə qəbullanma tapsaydı, orada gözəl belə bir təpə formalaşacaqdı, dağ formalaşacaqdı, bura isə belə boş qalacaqdı. Yəni bunlar balans, yəni qəbullanma və rejectance haqqındakı toxunacağım əsas mövzular. İndi keçək qrafikə. Belə, burada görürsünüz, deməli, İnkinin qrafikidir. Burada hal-hazırda nə görürsünüz? Fikir versəniz, görürsünüz, burada qiymət dayanıb, bir qəbullanma tapıb, bir balanslaşma var. Yəni ki, trend hərəkəti yoxdur, belə düz hərəkətlər çox yoxdur. Yəni qiymət bu zonada dayanıb. Yəni bu zonanın o qədər də çox kənarına çıxmayıb. Bulovları da var, biraz da burası. Yəni bir növ bir yerdə range yaradıb, bir bölgə, bir zonada dayanıb. Həmin zonadan başından tutmuş ayağına kimi belə bir şey çəksək, təxmin edirsinizmi nə formalaşacaq? Bir təpə, bəli, bir təpə. Bəzi yerlərində həcm daha az icra olunub, bəzi yerlərində daha çox icra olunub və beləcə yekunda belə bir təpə görürük. Və bunun rənglərini mən görürsünüz, məndə biraz fərqlidir. Bəzi yer daha ağdır, daha ağdır. Buna qarşı dərsdə öyrənəcəksiniz, value area deyilir. Yəni dəyər zonası. Günün 70% həcminin icra olunduğu zonaya deyilir. Və bununla necə işləmək lazımdır da qarşıda öyrənəcəksiniz. Style hissəsini mən özüm üçün belə dəyişmişəm, tez-tez göstərim, özünüzdə kopyalaya bilərsiniz. Bunlar bağlıdır, inputlarda belə.
Hə, yəni normal paylanma tapıb və görürsünüzmü, burada bəzi yer daha az boşdur. Bu niyə belədir? Ona görə ki, qiymət orada çox zaman keçirməyib. Qiymətin daha çox dayandığı zona, daha çox qəbullanma tapdığı zona görürsüz daha çox şişdir. Amma hardakı qiymət sürətlə qayıdıb, bu zona boşluq qalıb. Fikir verirsinizsə. Və qiymət bunun altına keçir. Buna nə deyilir? Bunun altına keçib daha aşağı qiymətdə çox yaxşı qəbullanma tapa bilməyib. Tapsaydı nə olardı? Burada da belə bir profil formalaşardı. Şişkinlik formalaşardı. Tapa bilməyib və məcbur əvvəlki hərrat zonasına qayıdır. Buna nə demişdik əvvəldən? Failed auction. Çox vacib mövzudur ha. Failed auction. Yəni uğursuz keçmiş hərrat deyilir. Fikir versəniz, yox üstünə keçir, davam eləyib burada qəbullanma tapa bilmir, qiymət burada razılaşıla bilmir, qayıdır məcbur əvvəlki hərrat zonasına. Gəlir, qiymət burada qəbullananmır, qayıdır əvvəlki hərrat zonasına. Yenə düşür, qəbullanılmır, qayıdır əvvəlki hərrat zonasına və hələ də qiymət bu hissələrdə qalır. Məsələn, bunu buradan silim, başqa bir yerə baxaq. Orada eyni zamanda balanssızlıq olsun, aydın balans olsun. Məsələn, baxın, burada nə görürük? Deyək ki, biz buradan bura qədər baxırıq. Mən bunları nümunə olaraq göstərirəm. Hansısa bir yanaşmada da ağlınıza gələn yerə çəkmirsiniz. Nə bilim, 10.32-dən bura kimi çəkin fixed value profile. Mən nümunə üçün göstərirəm. Hələ ki, izahı başa düşün deyək ki, balans nədir, balanssızlıq nədir? Bunu nəzərə alın. Görürük ki, mən burada bir düşüş var. Burada amma ki, qiymət dayanıb qəbullanma tapıb. Bunu mən profil halına salsam, görərəm ki, bu hərəkət balanssız hərəkətdir. Buradan belə çəkirəm. Məsəl üçün, bura çəksəm, nə fikir versəniz, nə olur? Burada daha az həcm var. Çox balaca bir həcm var. Get-gedə burada artır. Azdan gəlir, burada artır. İndi mən bunu profili biraz daha arxaya çəkəcəm. Niyə? Fikir versəniz, burada da eyni zamanda qiymət bir müddət dayanıb. Bu nə deməkdir? Arxaya çəksəm belə bir şey görəcəm. Burada da eyni zamanda balaca bir təpə olacaq. Yəni buradan buraya yox, fixed value profile ilə bir əraziyə baxırıq da, istədiyim əraziyə baxa bilərəm. Baxın, belə əlimlə çəkirəm, gətirib buraya çəksəm, fikir versəniz görərsiniz ki, eyni düşündüyüm kimi qiymət burada qəbullanılıb, bir ərazisi var, sonra bir hadisə baş verir. Qiymət bu zonadan çıxır, buranı tərk edir və özünə yeni bir balans axtarmağa doğru gedir və aşağıya düşür. Burada nə baş verir? Özünə yeni bir hərrat zonası tapır və burada balanslaşmağa başlayır. Və beləcə günün sonuna qədər də belə gedir və orada gün bağlanır. Ən sonuna qədər belə çəksəm, yəni 18:00 kimi görərsiniz ki, daha aydın görünür ki, məsələn burada da həcm yaxşı tapıb, sonra burada bir boşluq var. Burada nisbətən balanssızlıq var. Fikir versəniz, böyütsəniz görərsiniz ki, qiymət bu zonada həqiqətən boş qalıb. Yəni tam balans tapa bilməyib. Bura boşdur. Buradan sürətlə yarıb keçib, dayanmayıb. Aşağıda gəlib, amma dayanıb. Dayandığı yerdə isə yüksək həcm formalaşıb. Bu çox vacib bir şeydir. Mən bu dərsi indi başa düşün deyə sadə dillə izah edirəm. Yəni bu ağlınıza gələn kimi, ay bura çəkin, bura gəldi, dəydi, qayıtdı. Nə bilim, bunun dalına dəydi, qayıtdı, supportdur, bura rezistancedir. Bunlarla istifadə olunmur. Bunlar bekar şeylərdir. Ağzına gücü çatmayan value profile'da belə fair value gap kimi istifadə edir. Nə bilim, support kimi istifadə edir. Yəni sırf düzdür, kontekstə görə dəyişə bilər hər şey, amma yenə də elə oyuncaq kimi istifadə olunmur təbii ki, value profile. Məsələn, başqa bir nümunə çəksək, deyək ki, mən bu zonaya baxmaq istəyirəm. Burada görürsünüz, təxmin elədiyiniz kimi. Buradan tutmuş, mən bura kimi baxıram, buradakı qutunun içinə. Fikir versəniz, burada qiymət dayanmadan sürətlə gedib, balanssızdır və yuxarıda dayanıb balans tapıb. Və yaxud mən sizə bir şey də göstərmişdim. Baxın, buradakı vəziyyət. Qiymətin sadəcə dümdüz hərəkət elədiyi bir yer var əlimizdə. Normal paylanma tapdığı, yəni dayandığı, qəbullanıldığı yer yoxdur. Bura baxsanız, məsələn, o yerlərə bir nümunədir. Fikir versəniz, görərsiniz ki, profil çox səliqəsizdir. Çünki balanssız hərəkətdir. Bu sadəcə balaca, bax belə iti yerlər görünür. Bir düzəməlli yerdə qəbullanma tapmayıb və yaxud da bura da baxa bilərsiniz. Görürsünüz, burada bir dənə düşüş var. Gəlin bunun profilinə, imenli bu düşüşün profilinə baxın. Görəcəksiniz ki, səliqəsizlik var. İdeal bir yerdə qəbullanma tapmayıb, bir növ balanssız hərəkətdir. Balanslı hərəkət deyil. Amma görərsiniz ki, məsəl üçün burada ideal bir balanslı hərəkət var. Bunun tam belə profilinə baxsaz, görərsiniz ki, bir dənə dağ yaradıb, bir belə təpə var. Məsələn, buraya baxsanız, görərsiniz ki, qiymət dayana qalxıb, qalxıb, həmin yerdə görərsiniz ki, ən çox həcmin döndüyü yer haradır?
ən çox dəyərin döndüyü yer haradır və s. Bunlar yəni ki, value profilini fix dərs üstündə göstərdim. Yəni ümumiyyətlə belə, sadəcə balans və balanssızlıq. Yəni bu dərsin əsas məqsədi odur ki, balans nəyə bənzəyir value profilda, balanssızlıq nəyə bənzəyir value profilda. Yəni artıq siz nəyi öyrənirsiniz? Hansısa bir hərəkəti profil vəziyyətinə salanda oxumağı bir yerdə formalaşır. Növbəti dərslərdə bu daha da yerinə oturacaq öz yerində. Daha da get-gedə yerinə oturacaq hissə-hissə. Yəni mən dərsi bu proqramı elə hazırlamışam ki, hissə-hissə, birdən-birə yox, hissə-hissə başa düşəsiz. Nəzərə alın ki, 14-cü dərsdə hələ çox yaxşı irəliləmişik. Belə bu acceptance, balanslaşma, balanssızlıq, bunları value profildə oxumaq, qiymət hərəkətindən bunun əlaqəsi. Bu dərs bu qədər. Növbəti dərslərdə görüşəndək.